Dərslərimiz belə gedəcək ki, belə davam eləyəcək ki, hər birinizdən xahişim ondan ibarətdir ki, bütün müdavimlərimdən əslində bunu xahiş edirəm. Yenə də bir xatırlatma eləmək istəyirəm ki, mən danışdıqca, izah etdikcə siz zəhmət olmasa qeydlərinizi aparın. Hər zaman olduğu kimi qeydləriniz olsun və keçdiyimiz mövzuların hər birinin də sadələşdirilmiş PDF-ni sizinlə yenə də paylaşacağam və hər bir mövzu üzrə də ayrıca testləri sizin hər birinizə göndərəcəm. Mütləq şəkildə vacibdir ki, bir daha xatırlatma eləyim ki, mövzunun izahından sonra dərsin onsuz da video qeydini göndərəcəm, amma siz çalışın hər biriniz canlı olaraq qoşulun, qoşulmağa davam eləyin zəncirvari şəkildə, ardıcıl şəkildə, çünki ara verəndə sonra bir qopuqluq yaranır. İkinci bir tərəfdən də dərsin video qeydini də yenidən izləməyi tövsiyə edirəm. Düzdür, bilirəm ki, hər biriniz iş insansınız, kifayət qədər məşğul insanlarsınız. Amma yüksək nəticə əldə etmək üçün mütləq şəkildə çalışın. Canlı izahdan sonra video qeydi də izləyəsiniz və əlbəttə ki, bunun altını cızaraq bir daha demək istəyirəm ki, göndərdiyim testləri də işləyin. Bu, deməli, izah elədiyim mövzuların hər biri ilə bağlı ayrıca test olacaq, həmişə olduğu kimi və üstəlik çalışacağım ki, hər mövzu üzrə ayrı-ayrı 2 dənə test PDF-i göndərim sizə. Biri situasiya tipli suallar, biri isə ümumi qarşılıq tipli suallar, həm uyğunluq testləri, həm faktoloji suallar, yəni müxtəlif istiqamətlər üzrə suallar olsun. Hər birinə əgər yüksək nəticə əldə etmək istəyiriksə, çalışın bütün testləri edin. Müəllimlər, deməli, apreldən başlayaraq biz sizinlə, mən istəyirəm ki, artıq belə başlayaq ki, birinci növbədə psixoloji, pedaqoji yanaşmalara sizinlə baxaq və müxtəlif pedaqoji psixoloji yanaşmalar var ki, biz onun əhəmiyyətini, mütləq şəkildə mahiyyətini başa düşməliyik və bütün istər Piaget nəzəriyyəsi olsun, istər Vygotsky olsun, istər Bandiura olsun, istər Goleman nəzəriyyəsi olsun, fərq etməz, hər birini keçəndə Reggio Emilia olsun. Burada əsas məsələlərdən biri ondan ibarətdir ki, biz onu yadda saxlamalıyıq ki, bu pedaqoji psixoloji yanaşmalar bütün məktəbə qədər təhsil kurikulumunu əslində əhatə eləyir. Və müasir kurikulumun da tələblərindən biri ondan ibarətdir ki, biz müəllim olaraq özlərimizdə çalışaq, bağça müdiri olaraq, tərbiyəçi olaraq özlərimizdə çalışaq və müasir pedaqoji yanaşmaları, psixoloji yanaşmaları gətirib məktəbə qədər təhsilə tətbiq edə bilək. Bəs bunu necə tətbiq edəcəyik? Əlbəttə ki, birinci bizim mahiyyətini anlamalıyıq ki, pedaqoji yanaşmalar bizə nə verir, hansı üstünlükləri qazandırır, məktəbə qədər təhsildə onun tətbiqi yolları hansılardır və birbaşa olaraq əsas belə deyim, bu psixoloji pedaqoji yanaşmaların əsas canı ondan ibarətdir ki, metodik işin təşkilində çox əhəmiyyətli bir yer tutur. Çünki əgər biz metodik işin təşkilini, uşaqların inkişafını düşünürüksə, onların təməlini möhkəm qoymaq istəyiriksə, birinci növbədə onların psixoloji vəziyyətini bilməliyik, öyrənməklə bağlı, öyrənmə prosesi ilə bağlı pedaqoji psixoloji yanaşmaları bilməliyik. Bu ümumi olaraq bir məlumat və pedaqoji yanaşmalara biz başlayacağıq əlbəttə ki, məktəbə qədər təhsildə ən vacib alimlərdən biri Jean Piaget'in Zehni İnkişafın Mərhələləri adlanan nəzəriyyəsi ilə. Ən vacib açar məqamları sizə izah edəcəm, imtahan yönümlü verəcəm ki, biz məsələn bununla bağlı bir çox PDF-lər əlbəttə ki, oxuya bilərik ki, onsuz da dərsdən sonra mən sizə həm ARTİ-nin tövsiyə etdiyi, Təhsil Nazirliyinin tövsiyə etdiyi ədəbiyyatı da göndərəcəm, özümün sadələşdirilmiş PDF-ini də göndərəcəm. Onların içərisində material çox genişdir. Lakin mənim əsas diqqət etmək istədiyim məqam bizə testdə nə düşə bilər və test yönümlü hazırlaşmaqdır. Odur ki, dediyim hər bir şeyi bu mövzularla əlaqədar bir-bir qeyd eləyirsiniz müəllimlər. Deməli, dedik ki, Jean Piaget məktəbə qədər təhsillə bağlı onun nəzəriyyəsi, zehni inkişafın mərhələləri nəzəriyyəsi kifayət qədər aktual nəzəriyyələrdən biridir və bununla bağlı suallar olur və suallarla bağlı vacib onu da deyim ki, sizə müəllimlər. Bu pedaqoji, psixoloji yanaşmalar indi ola bilər ki, gələcəkdə sertifikasiya imtahanının test mərhələsinə siz daxil olanda orada görəcəksiniz ki, suallar həm nəzəriyyədən də sırf düşə bilər. Amma nəzəriyyənin tətbiqi ilə bağlı metodik işin
yəni metodik işin təşkili ilə inteqrativ şəkildə də düşə bilər. Yəni bir sualın içərisində biz bir neçə nəzəriyyənin birləşməsini görə bilərik ki, həmin tipli suallar da məndə var. Hər birini sizinlə bölüşəcəm. Hətta izahdan sonra canlı şəkildə bir neçə testdə sizinlə işləyəcəyik. Yəni bu nəzəriyyələr qarışıq formada da düşə bilər. Sadə formada da düşə bilər bir nəzəriyyədən sual və yaxud metodik işin təşkili ilə inteqrativ formada və yaxud bir neçə nəzəriyyənin oxşar və fərqli cəhətləri, müqayisəli cəhətləri də düşə bilər. Deməli, müəllimlər, Jean Piaget haqqında əvvəlcə biz onu yadda saxlamalıyıq ki, burada əsas məsələlərdən biri odur ki, dövrünün ən, belə deyim, tanınmış alimlərindən biri olub və onun belə bir sözü var idi ki, məktəbdə tədrisin əsas məqsədi özündən əvvəlki nəslin etdiklərini təkrarlayan deyil, yeniliklər etməyi bacaran bir nəsil yetişdirmək olmalıdır. Yəni, biz uşaqlara yeniliklər etməyi bacarmağı öyrətməliyik ki, onlar öz səhvlərindən utanmasınlar, maraq göstərsinlər, kəşf etməyə, nəyisə özləri təcrübədən keçirib, kəşf etməyə, səhv etməyə qorxmasınlar. Kəşf Piaget üçün çox önəmli idi. Və belə deyim də, zehni inkişafı izah edən ən mühüm psixoloqlardan biri hesab olunur Jean Piaget, sistemli şəkildə araşdıran psixoloqlardan biridir və əsas ideya burada bundan ibarətdir ki, uşaq biliyi pasiv şəkildə qəbul etmir, onun öz, belə deyim, biliyi öyrənməsi, hər hansısa bir biliyi öyrənməsi, yəni uşağın hər hansısa bir biliyi öyrənməsi, uşağın özünün fəaliyyəti üzərində qurulur. Bax, yəni öz üzərində praktika edərək öyrənir uşaq. Uşaq fəal öyrənəndir, aktiv öyrənəndir, öyrənmənin mərkəzindədir. Və bu da tez-tez deyirlər, ha, konstruktivizm. Elə konstruktivizm bu deməkdir. Yəni, uşaq biliyi pasiv şəkildə qəbul etmir, onu öz fəaliyyəti ilə qurur. Və imtahan üçün, belə deyim, ən əsas fikir bundan ibarətdir ki, biz deyirik, uşaq nəyi öyrənir, yox. Yəni, burada əsas sual ondan ibarətdir ki, uşaq nəyi öyrənir, yox. Biz müəllimlər, Jean Piaget belə deyirdi ki, biz müəllimlər onu düşünməliyik ki, uşaq əslində necə öyrənir. Və belə deyim, Jean Piaget'in ümumiyyətlə müxtəlif yaş dövrlərində zehni inkişaf necə gedir, zəka testləri ilə bağlı onun xüsusi, belə deyim, araşdırmaları olub və həmin dönəmdə uşaqların düşünmə proseslərində baş verən dəyişiklikləri araşdırmağa xüsusilə maraq göstərib. Və həmin araşdırma dövründə Piaget belə bir nəticəyə gəlib ki, uşaqların düşüncə tərzi ilə böyüklərin düşüncə tərzi arasında kifayət qədər ciddi fərqlər var. Yəni, uşaqlar müəyyən şeylərə səhv cavab ona görə verirlər ki, çünki onların zehni inkişaf səviyyəsi əlbəttə ki, böyüklərin zehni inkişaf səviyyəsindən aşağıdır. İndi siz deyə bilərsiniz ki, əlbəttə ki, biz bunu onsuz da bilirik də, böyüklər əlbəttə ki, daha yüksək nələrsə müqayisə eləyəcəklər, analiz eləyəcəklər. Amma məsələ burasındadır ki, Piaget'ə qədər elmi şəkildə bunu sübut edən olmamışdı. Böyüklərin düşüncə tərzi ilə uşaqların düşüncə tərzi arasındakı əsas fərqin olduğunu elmi cəhətdən sübuta yetirib Jean Piaget. Və Jean Piaget'ə görə, burada sizə indi əsas açar sözləri deyirəm ki, situasiyalarda sizin qarşınıza çıxa bilər, ona görə də qeydini aparın. Bəs Piaget'ə görə bu öyrənmə prosesi necə baş verir? Baxın, müəllimlər, birinci növbədə uşaq aktivdir. Buradakı aktivlik deyəndə siz düşünməyin ki, uşaq, belə deyim, fiziki cəhətdən aktivdir. Gedir, gəzir, qrup otağının içərisində oynayır, nə bilim, belə qaçır. Bu aktivlik o aktivlik deyil. Bu aktivlik əqli aktivlikdir, idraki aktivlikdir. Yəni, uşağın beyni işləyir. İdraki fəallıq dediyimiz məsələ. Piaget deyirdi ki, uşaq öyrənmədə aktiv olmalıdır. İkincisi, ətraf mühitlə qarşılıqlı əlaqə qurmalıdır və öz təcrübəsindən, başqasının təcrübəsindən yox ha, müəllimin ona hazır gətirib verdiyi cavablardan yox ha, özünün təcrübəsindən nəticə çıxarmalıdır. Və vacib bir prinsip hissə deyirəm. Baxın, burada PDF-imizdə də həmin hissəni xüsusilə qaraltmışam sizin üçün ki, daha aydın olsun. Burada belə bir məsələ var. Maraq bərabərdir, yəni Piaget'ə görə. Uşağın marağı bərabərdir öyrənmənin hərəkət verici qüvvəsi. Yəni, uşaqlar yalnız
maraqları sönmədiyi halda öyrənirlər. Və müasir məktəbə qədər kurikulumda da bizim əsas strategiyalarımızdan biri nədir? Əlbəttə ki, uşaqların dərsə olan, məşğələyə olan marağının qorunmasıdır. Əgər elə böyüklərdə də belədir. Biz həyatda maraq göstərmədiyimiz bir işin dalınca gedirikmi? Xeyr. Deməli, açar sözlərinizdən biri maraq və marağın qorunmasıdır. Digər tərəfdən, burada indi bizim test session dövrlərdə istifadə etdiyimiz müəllim bələdçi olmalıdır, müəllim yol göstərən olmalıdır, müəllim fasilitator olmalıdır. Yəni uşağa gətirib hazır şəkildə biliyi verməməlidir. Şərait yaratmalıdır ki, uşaq özü öyrənsin. Bax, bu da elə Piaget yanaşmasından irəli gəlir və uşağın, belə deyim, özünü tapmasını, öyrənməsini dəstəkləyən bir rəhbər kimi müəllimi təqdim edir Jean Piaget. Və bir də digər məsələlərdən biri də ondan ibarətdir ki, biz yadda saxlamalıyıq ki, Piaget'ə görə mütləq şəkildə uşaqlara sınaq etmək, baxın, sınaq, daha bir açar sözünü qeyd eləyirəm, yəni öyrənmə prosesi uşaqların birbaşa olaraq öz şəxsi sınaqları üzərində qurulur və uşaqlar səhvlər yolu ilə, yəni bir işi edir, səhv edir və biz imkan veririk ki, qoy o səhv etsin, yəni səhv etmək burada böyük bir problem deyil. Bəzən pedaqoqlarda belə bir yanaşma olur ki, səhv etdisə deməli problem var da. Xeyr, Piaget deyirdi ki, səhv etmək normaldır, sınaqdan keçirmək normaldır. Əgər səhv edib sınaqdan keçirib bir daha sınamadan uşaq həqiqi öyrənməyə çata bilməz. Baxın, bunun əsas, belə deyim, giriş olaraq sizin beyninizdə Piaget nəzəriyyəsinin, belə deyim, ən əsas açar məqamlarını sizə bildirdim. İndi gəlin baxaq ki, bu nəzəriyyə ümumiyyətlə necə davam eləyir, imtahanda qarşımıza necə çıxa bilər müəllimlər. Deməli, Piaget nəyə inanırdı? Piaget ona inanırdı ki, belə deyim, bütün uşaqlar zehni inkişaf zamanı eyni mərhələlərdən keçirlər. Lakin bu mərhələlər hər bir uşaqda dəyişə bilər. Elə uşaq var ki, onun zehni inkişafının mərhələləri daha tez baş verə bilər. 5 yaşında artıq daha güclü bir zehni inkişafa sahib ola bilər. Amma elə də uşaq ola bilər ki, 5 yaşında tələb olunan zehni inkişafa 5 yaşında çatmasın. Yəni gəlsin çatsın hardasa 7 yaşında, 8 yaşında. Deməli, Piaget'in o zehni inkişaf mərhələləri konkret hansı yaşda baş verməsi düzdür. O deyirdi ki, bütün uşaqlar eyni mərhələlərdən keçirlər. Amma hər uşaqda bu dəyişə bilər. Və bununla bağlı, belə deyim, Piaget'in fikrinə görə zehni inkişaf uşağın körpəlikdən ta ki onun yetkinlik çağına qədər uşağın, belə deyim, düşünmə, problem həll etmə bacarıqlarında bir sıra keyfiyyət dəyişikliklərinə səbəb olur. Və bunu 4 mərhələyə ayırırdı Piaget. Hissi hərəki mərhələ, buna sensomotor dövr də deyilir. İlkin əməli mərhələ, konkret əməli mərhələ və formal əməli mərhələlər. PDF-imizin əvvəlində müəllimlər, mən sizin üçün burada belə bir illüstrasiya hazırlamışam və burada baxırıq. Dedik ki, nə adlandı Piaget'in nəzəriyyəsi? Zehni inkişafın 4 mərhələsi, zehni inkişafın mərhələləri. Hansılardır? Birinci növbədə gəlir hissi hərəki mərhələ, 0-2 yaş dövrünü əhatə eləyir. Daha sonra gəlir ilkin əməli mərhələ, 2-7 yaş dövrünü əhatə eləyir və indi sual yaranır. Bəs məktəbə qədər təhsil dövrünə gələndə uşaq bağçaya başlayanda Piaget'in hansı mərhələsində olur? Avtomatik diqqətimizi yönəldirik ilkin əməli mərhələyə. Bizim təhsilimiz zamanı, bağça təhsili zamanı bizim uşaqlarımız axı 6 yaşına qədər məzun olurlar. Həmin dönəmdə olurlar, belə deyim, daha çox ilkin əməli mərhələdə. Düzdür, 1 yaşından da 2 yaşı tamam olmamış bizim uşaqlarımız da var. Birinci körpələr qrupunda, ikinci körpələr qrupunda. Biz elə 0, belə deyim, yaşdan, yəni götürürük də bu hissi hərəki mərhələdən, belə deyim, başlayaraq biz bunu reallaşdırırıq artıq məktəbə qədər təhsildən məzun olduğu dövrdə, yəni ilkin əməli mərhələdə yekunlaşır. İlkin əməli mərhələ yekunlaşır 7 yaşda, daha sonra gəlir konkret əməli mərhələ. Bu da əhatə eləyir uşağın 7-11 yaşını. Konkret əməli mərhələ əgər 7-11 yaşdırsa bərabərdir nəyə?
bərabərdir ibtidai təhsil dövrünə. Sonra gəlir artıq uşağın 11 yaşın üzərində həyatının sonda qalan belə deyim dönəmində. Burada gedir artıq belə deyim formal əməli mərhələ adlanır bu dövr və 11 yaşdan sonra başlayır. Deməli, hər bir dövrün də özünün xüsusiyyətləri var. Mən hər birini sizə bugün ən sadə formada izah eləyəcəm. Bu mövzu ilə bağlı bizim hər hansısa bir sualımız qalmayacaq. Məsələ burasındadır ki, müəllimlər haşiyə çıxıb bunu da sizə deyim ki, Piaget həddən artıq çox geniş bir belə deyim nəzəriyyədir və çox belə təsirli bir nəzəriyyədir məktəbə qədər təhsil dövründə. Və Vygotsky-la da bunun belə deyim oxşar və fərqli cəhətləri paralel şəkildə gedir, belə testlər çıxır qarşımıza. Ona görə mən sizə mərhələli şəkildə öyrədəcəm və Piaget-in özündə çoxlu, belə deyim, ilk baxışda qəliz görünən bizim terminlərimiz var. Amma onları sizə gələn dərsimizdə elə sadə şəkildə izah eləyəcəm ki, o qarşılıqlı müqayisəli. Heç bir narahatçılığınız qalmayacaq. Çox sadə gələcək, 2 vur 2 kimi gələcək sizə. Və davam eləyirəm. Deyirik ki, bu dövrdə intellektin inkişafı ilə bağlı bir çıxış eləyirdi Piaget, deyirdi ki, problem həll etmə bacarıqları zehni inkişafla bağlıdır. Uşağın sistemli düşüncəsi zehni inkişafla bağlıdır və ümumilikdə uşağın belə deyim adaptasiyası, ətraf aləmi dərk etməsi hər biri zehni inkişafla bağlıdır. Və bir məsələni də müəllimlər sizin diqqətinizə çatdırım ki, yaddan çıxmadan. Deməli, imtahanda bu bizim qarşımıza belə çıxa bilər ki, Piaget-ə görə uşaqlar necə daha yaxşı öyrənirlər? Bayaq dedim. Nə dedim? Dedim, biz istəyirik ki, müəllim uşağı aktiv öyrənən kimi saxlasın. Özü gəlib uşağa heç bir məlumatı hazır şəkildə verməsin. Çünki uşağın marağı sönə bilər. Piaget-in əsas dərdi buydu. Uşağın marağı olsun, kəşf edərək öyrənsin. Baxın, maraq, kəşf, səhvləri üzərində öyrənsin, sınaqdan keçirsin, səhv edə-edə özü praktik şəkildə öyrənsin və idraki cəhətdən fəal olsun. Bunu başa düşdük. İndi sualımıza qayıdıram. Uşaq daha yaxşı necə öyrənir? Hazır izahla, yoxsa özü edərək, kəşf edərək? Əlbəttə ki, özü edərək, kəşf edərək. Və klassik yanaşmalarda, yəni bu kurikulum sistemi tətbiq olunmadan əvvəl, bu ənənəvi təhsil dediyimiz təhsil modelində, baxın, bunun əksi baş verirdi. Müəllim gəlib hazır şəkildə bizi dərsi izah edirdi. Biz qrup işi etmirdik. Məsələn, riyaziyyat dərslərimizi mən öz adımdan deyirəm, sizə xatırlayıram. Yəqin ki, siz də bunu xatırlayarsınız. Müəllim gəlirdi, bizə düsturu əzbərlədirdi, çox qəşəng izah edirdi. Amma o düsturu götürüb biz iki misalı ard-arda tənliyi həll edə bilmirdik. Niyə? Çünki, bax, bu Piaget-in dediyi bu məsələyə həmin dərsdə məhəl qoyulmurdu. Piaget deyir ki, siz düsturu gətirib uşaqlara əzbər şəkildə çatdırmayın. Onsuz da bir neçə müddətdən sonra onlar onu unudacaqlar. Siz həmin düstur əsasında elə edin ki, uşaq sınaqdan keçirə-keçirə o misalları, o məsələləri səhv edə-edə öz üzərində çalışıb, praktikada tətbiq edib, nələrsə öyrənsin. Əks halda öyrənmə baş verməyəcək. Bax, bu qədər sadə. Əsas özəy budur, mahiyyət budur. Deməli, klassik model deyirdi ki, müəllim danışır, amma Piaget deyir ki, müəllim yol göstərəndir, uşaq çalışmalıdır. Müəllimin rolu burada istiqamət verməkdir, sual yaratmaqdır, uşağı düşündürməkdir. Və Piaget belə deyim, daha çox öyrənmədə müəllimdən daha çox uşağı üstün tuturdu. Deyirdi ki, müəllimin fəaliyyəti minimum olmalıdır. Uşağın fəaliyyəti maksimum olmalıdır. Müəllim minimum, uşaq maksimum. Və burada qızıl bir belə deyim də, yadda saxlamaq üçün belə bir qayda ki, təhsildə məqsəd əzbərləmək deyil, düşündürməkdir. İndi baxaq ki, burada bizim hansı əsas mərhələlərimiz var. Hər bir mərhələnin özünün belə deyim, xüsusiyyətləri var. Amma qızıl bir qaydanı yadda saxlayın, əziz müəllimələr. Piaget-ə görə zehni inkişaf öyrənmədən öncə gəlir. Yadda saxlayın. Bir daha təkrar edirəm. Zehni inkişaf öyrənmədən öncə gəlir. Bu nə deməkdir? Yəni, Jean Piaget deyir ki, bu mərhələlər var, ha? Hissi hərəki, ilkin əməli, konkret əməli, formal əməli, yaşdan yaşa dəyişən. Birinci bu yaşlarda bu mərhələ gəlməlidir, baş verməlidir ki, buradakı zehni inkişafın bu mərhələsi özünü doğrultmalıdır ki, uşaq öyrənsin.
Amma indi gələn dərsimizdə Vygotskyini keçəndə görəcəksiniz ki, onların əsas belə deyim bir-birindən fərqi. Vygotsky deyir ki, öyrənmə öncə olmalıdır ki, sonra zehni inkişaf getsin. Amma Piaget deyir ki, zehni inkişafın mərhələləri, zehni inkişafın özü öyrənmədən öncə gəlir. Hansı mərhələlərimiz oldu müəllimlər? Bir-bir qeyd eləyin, bir daha deyirəm, ən sadə formada da izah eləyirəm. Uşaq doğulandan 2 yaşına qədərki dövrü adlanır hissi hərəki mərhələ. Buna sensomotor mərhələ də deyirlər. Burada öyrənmə necə baş verir? Hissi hərəki mərhələdə. Deməli, hissi hərəki mərhələdə əsas xüsusiyyət bundan ibarətdir ki, baxın, hələ ki bu birinciyə baxırıq. Burada, baxın, illüstrasiyada bundan bağlı sizin üçün hazırlamışam ki, çox daha sadə olsun, rahat olsun sizin üçün. Bircə saniyə, qoy bura yerləşsin. İndi tam yerləşir yəqin ki. Dedik ki, 0-2 yaşı əhatə edir. Və Piagetə görə 0-2 yaş dönəmi çox əhəmiyyətli idi. Zehni inkişafın ilkin mərhələsi idi. Amma bu, uşaqda bu zaman məntiqi təfəkkür yoxdur, abstrakt düşüncə yoxdur. Amma bu o demək deyil ki, uşaq öyrənmir. Hətta bilirsiniz ki, 0-2 yaş dövrü uşaqda beyninin ən sürətli inkişaf etdiyi dövrdür. Beyindəki o neyron bağlantılarının ən sürətli inkişaf etdiyi dövrdür. Uşağın özünün ümumiyyətlə sürətlə inkişaf etdiyi dövrdür. Əsas xüsusiyyəti də bundan ibarətdir ki, bu dövrdə uşaq bilirsiniz necə öyrənir? Dünyanı danışmır onsuz da. Yazı yazmır, misal həll eləmir. Bəs necə öyrənir uşaq? Uşaq dünyanı hiss və hərəkətlə tanıyır. Ona görə də bunun ikinci adı nədir? Sensomotor dövr. Sensomotor dövr odur ki, uşaq nə isə hiss edir, sensor qavrayışda, yəni sensor vasitəsilə. Bax, bu bizim istifadə elədiyimiz indiki telefonlar var, mobil telefonlar. Onların ekranına deyirik ki, sensor telefondur. Sensor niyə deyirik ona? Çünki barmağımızla toxunuruq ekranına. O tərpənir, nə bilim, proqramları açırıq, harasa keçirik, dərsə qoşuluruq, nə edirik, zəng eləyirik. Yəni, knopka şəklində onu basmırıq ki, barmağımızı sadəcə toxunuşla həll edirik. Düzdür? Bir toxunuşla nələrsə həll edirik. Videoya baxırıq, dərs oxuyuruq, nə edirik, zəng edirik. Hamısı sensor. Bax, sensor ekran deyirik də, sensor ekran. Bax, o sensomotor dövrdə elə o sensor ekran kimi bir şeydir. Uşaq barmaqları ilə nəyəsə toxunur. Deməli, hissi qavrayış burada baş verir. Dünyanı hiss və hərəkətlə tanıyır uşaq. Refleks yolu ilə. Baxın, məqsədli bir davranışlardır da reflekslər, uşağın verdiyi reflekslər. Uşaq bu dövrdə, belə deyim, əşyalarla manipulyasiya edir. Hissi qavrayışı ən yüksək səviyyədə olur. Baxın, Zinqrovun məsələn bir səsini kəşf edir, məsələn cing-cing səsini, müəyyən bir əşyayı axtarır, dünyanı hiss və hərəkətlə dərk edir. Reflekslər öndədir, baxın açar sözləri. Hissi qavrayış öndədir, uşaq görür, baxır, toxunur, yerinə düşən, məsələn, yerdən götürüb oyuncağı ağzına salır uşaq. O onu, belə deyim, ona görə ağzına aparır ki, baxmaq istəyir ki, görüm hələ bu nədir? Yumuşaq bir şeydir, bərk bir şeydir. Kəşf etmək məqsədi ilə bunu edir. Əslində uşaq düşünmür ki, bu oyuncaq yerdədir, o tozlu ola bilər, kirlidir, mən bunu ağzıma aparmayım. Belə bir söhbət, çünki tənqidi təfəkkür hələ yoxdur axı, hələ ilkin dövrdədir. Uşaq onu sırf həmin oyuncağın xüsusiyyətlərini dərk etmək üçün, elə bir ağzı ilə dadıb, belə damağı ilə baxıb bilmək istəyir ki, bərkdir, yumuşaqdır, qoxusu necədir. Baxın, bu sensomotor dövrün, hissi hərəki mərhələnin əsas qavrayışları, belə deyim, ondan ibarətdir ki, biz burada xüsusi olaraq qavramaq üçün edirik, nələrsə öyrənmək üçün edirik. İndi baxırıq ki, bu dönəmdə uşaqların əsas xüsusiyyətləri nələrdən ibarət olur? Deməli, dedik ki, əvvəlcə uşaq doğulandan etibarən refleksiv xarakter daşıyır, düşünmə prosesi olmadan bunları edir, bu bizə artıq aydındır. Sonra zaman keçdikcə uşağın reaksiyaları artıq məqsədyönlü şəkildə olur və onun hissi qavrayışı və hərəkət fəaliyyəti məhdudlaşır da, yəni bu yalnız ətraf aləmi hiss və hərəkətləri ilə qavrayır. Sonra deyək ki, uşaq məsələn onun yanında
uşağın yanında bir zınqrovun səsi çıxanda ona belə qeyri-adi bir reaksiya verir. Sonra artıq həmin əşyanı tanıyandan sonra onu, yəni uşaqda belə deyim, təşviş hissi itir, qeyri-adi reaksiya vermir. İkinci, üçüncü dəfə görəndə zınqrovu artıq onu dərk etmiş, kəşf edəndən sonra həmin zınqrovdan başlayır məqsədyönlü şəkildə istifadə etməyə. Tutalım əylənmək üçün götürüb əlində onu belə çalır, zınqrovla səs çıxardır. Amma ilk dəfə görəndə ona bir heyrətlə reaksiya verir zınqrovun səsinə. Sonra burada əsas anlayışlardan biri müəllimlər hissi hərəki mərhələdə, baxın yadda saxlayın, ən sadə formada deyəcəm. Əşyaların davamlılığı adlanan bir dənə termindir. Uşaqlarda bu dönəmdə əşya davamlılığı adlanan bir hadisə baş verir. Yəni, əşya davamlılığı nə deməkdir? Baxın, uşaq 9 ayına qədər gözü ilə görmədiyi əşyanı elə bilir ki, yoxa çıxıb. Məsələn, 9 ayına qədər, məsələn, uşağın, belə deyim, əgər anası yanındadırsa uşağın və yaxud oyuncağı yanındadırsa, ana otaqdan çıxanda uşağın onu axtarmaq kimi belə bir şey ağlına gəlmir. Düşünür ki, o yoxdur. Yəni, harasa gedib indi qayıdacaq düşüncəsi olmur uşaqda. Amma artıq 9-10 aylığından başlayaraq uşaqlar əllərindən düşən o əşyaları axtarmağa başlayırlar, geri istəməyə başlayırlar və bu əşya davamlılığı adlanır. Yəni, uşaq axtarır ki, əşya hardadır? Baxın, buna əşyanın sabitliyi də deyirlər, əşyanın davamlılığı da deyirlər və hissi hərəki mərhələdə, yəni 9-10 aylığından etibarən artıq uşaqlar əllərindən düşən əşyanı axtarmağa başlayırlar. Halbuki o vaxta qədər əşya əlindən düşürdüsə, məsələn 3 aylığında, uşağın gedib həmin əşyanı axtarmağa, istəməyə belə bir niyyəti olmurdu. Elə bilirdi ki, artıq o yoxa çıxıb yoxdur. Və məktəbə qədər təhsil dönəmi ilə bağlı əşya davamlılığından savayı ikinci bizim terminimiz ayrılıq təşvişi adlanır. Ayrılıq təşvişi o deməkdir ki, müəllimlər, məsələn, valideyn uşağı gətirir ilkin dövrdə, bu elə hissi hərəki mərhələdə də, bu 0-2 yaş dönəmində. Deyək ki, birinci körpələr qrupuna verir. Uşaq həmin dönəmdə neyinir? Başlayır valideyn dalınca ağlamağa, valideyndən ayrılarkən ayrılmaq istəmir, çox belə sərt bir reaksiya verir. Bax, bu ayrılıq təşvişi adlanır. O da Piaget'in terminlərindən biridir. Və bu zaman biz böyüklərin, biz tərbiyəçilərin, metodistin, bağça müdürünün, elə valideynin də əsas vəzifəsi ondan ibarətdir ki, uşaqlar üçün bir təhlükəsiz öyrənmə mühiti yaradaq və onları maraqda saxlayaq ki, bu təşvişi azaltsınlar. Baxın, deyək ki, sertifikasiyanın hətta müsahibə mərhələsində sizin qarşınıza belə bir sual çıxa bilər ki, ayrılıq təşvişinin öhdəsindən necə gəlirsiniz? Ümumiyyətlə, bu hansı alimin adı ilə bağlıdır? Bu, əlbəttə ki, Jean Piaget'in və Jean Piaget'in bununla bağlı tövsiyəsi də ondan ibarətdir ki, təhlükəsiz bir öyrənmə mühiti yaratmalıyıq ki, uşaqların etibarını qazanaq və ayrılıq təşvişi çox, belə deyim, önəmli xüsusiyyətlərdən biridir həmin dönəmdə. Deməli, yekunlaşdıraq müəllimlər, birinci bizim o hissi hərəki mərhələni, birinci körpələr qrupundakı, belə deyim, hissəyə düşən yaş dövrünü Jean Piaget'in belə ümumiləşdirsək, deməli, uşaqların dünyanı hissləri və hərəkətləri ilə tanıyırlar, əşyaları götürüb əlinə alır, atır yerə, əşya səs çıxardır və uşaq gülür. Biz böyüklər də elə bilirik ki, bu uşaqlar bizi belə qıcıqlandırmaq üçün bunu edirlər də, alır nəyisə atır, qaşığı deyək ki yerə, səs çıxır, uşaq gülür. Amma biz elə bilirik ki, bizi qıcıqlandırmaq üçün edir. Xeyr, onda sadəcə həmin dönəmdə əşya davamlılığı hadisəsi baş verir. Hər şeydə toxunaraq, baxaraq öyrənirlər. Əsas anlayışlarımız hansılar oldu? Əşyaların davamlılığı, ayrılıq təşvişi. Bir də burada var səs bulaşması. Səs bulaşması da odur ki, müəllimələr. Baxın, bir uşaq ağlayanda bir səbəb varkən ağlayır da, nəsə bir səbəbi var, ağlayır. Amma körpələr qrupundakı digər uşaqlar da həmin o ağlayan uşağa baxıb, onlar üçün heç bir səbəb olmadan başlayırlar ağlamağa. Bax, bu səs bulaşmasıdır. Elə bir ki, virus kimidir də keçir. Qrip olanda bir uşaq gəlib o bir uşağa keçirdir, o bir uşaq da qrip olur, o bir uşaq o birisinə keçirdir, digəri də virusa tutulur, qrip olur. Səs bulaşması da bax belədir. Belə bir şeydir. Biri ağlayır, o birisi də elə bir ki, yoluxucudur da, səs bulaşır, başlayırlar ağlamağa. Yəni, bu dövrdə belə yekunlaşdıraq, ümumiləşdirək ki, uşaq anlayır ki, əgər bir əşya və yaxud valideynim gözümdən itibsə, yox olmur
Məni bağçaya gətirib qoyublarsa, deməli çıxıb getməyiblər. Yəni onsuz da qayıdıb məni götürəcəklər. Yəni amma 8 ayına qədər uşaq oyuncağı yerə düşəndə onu unudurdu. 9-10 aylıqda isə artıq oyuncağı axtarırdı və bu uşağın zehni inkişafında çox böyük bir addımdır. Və ayrılıq təşvişi, əşya davamlılığı, səs bulaşması 3 əsas məqamlarından biridir hissi-hərəkə mərhələnin. Və onlar belə deyim də, ayrılıq təşvişi keçirmək hər bir uşağın belə deyim çox təbii bir halıdır. İndi sonra gəlir burada bizdə müəllimlər ilkin əməlli mərhələmiz. İlkin əməli mərhələmiz artıq belə deyim də əhatə eləyir bizim 2 yaşdan sonraki dövrü 7 yaşa qədər, yəni artıq ikinci körpələr qrupundan etibarən orta qrupda da, böyük qrupda da, məktəbə hazırlıq qrupunda da uşaqlar Jean Piaget'in hansı mərhələsində olurlar? İlkin əməli mərhələsində. Və bizim belə deyim daha çox fokuslandığımız hissələrdən biri budur. Əsas indi məsələləri burada nələrdir? Əsas terminləri nələrdir? Hamısını bir-bir sizə izah eləyəcəm. Əsas terminlərimizdən biri odur ki, egosentrik düşüncə tərzi aiddir ilkin əməli mərhələyə, ikinci mərhələyə. Rol oyunları oynamaq, sujetli rollu oyunlar oynamaq yenə də aiddir ilkin əməli mərhələyə. Qısa məntiq bir, belə deyim, məhdud bir məntiq yürütmək aiddir bizim ilkin əməli mərhələmizə və artıq belə deyim də uşaq yavaş-yavaş müəyyən bir hadisələrə öz belə deyim məhdud məntiqi ilə müəyyən bir əlaqə qurur, yəni arasında bir əlaqələr qurur. İndi gəlin baxaq ki, bu dövrün əsas xüsusiyyətləri həm termin olaraq, həm testdə necə düşə bilər bizim qarşımıza. Deməli müəllimlər, yadda saxlayırsınız ki, bu mərhələnin əsas əlaməti nitq inkişafıdır. Yəni dilin sürətli bir inkişafıdır. Artıq biz 2 yaşdan sonra gözləyirik ki, uşaqların lüğət ehtiyatı 300 sözdən yüksək olsun, 300 sözdən çox olsun. Və bu dövrdə də uşaqların belə deyim düşüncə tərzi onsuz ki, böyüklərin düşüncə tərzindən çox kəskin şəkildə fərqlənir. Necə fərqlənir desəz, onlarda egosentrik düşüncə tərzi hökm sürür. Egosentrik düşüncə tərzi. Növbəti bizim terminimizdir və ikinci belə deyim mərhələyə aiddir. Nədir bu egosentrik düşüncə? Baxın, belə bir söz var. Deyirlər ki, filan kəs egoist adamdır. Yalnız özünü düşünür. O qədər egoistdir ki, yalnız özünü düşünür. Bunu böyüklər üçün deyirlər, indi uşaqlar üçün demirlər təbii ki. Bax, elə bu sözün kökü də oradan gəlir. Egodan, egolu olmaq, egoist olmaq. Amma ilkin əməli mərhələdə bu egoizm deyil, egoizm başqa şeydir. Egolu olmaq, mənəm demək başqa şeydir. Amma ikisi eyni kökdən gəlir. Lakin 2-7 yaşda uşaqların egosentrik düşüncə tərzində olması çox normaldır. Bəs nəyi ehtiva edir egosentrik düşüncə? Yadda saxlayın, termini izah edirəm. Uşaq yalnız öz belə deyim baxışını görür. Başqasının baxışını anlamır. Yəni həyata baxışdan söhbət gedir. Həyata başqalarının baxış bucağından baxa bilmirlər. Kiminlənsə empatiya qura bilmirlər. Özünü kiminsə yerinə qoya bilmirlər. Özlərini mərkəzdə görürlər. Deməli, uşaqlar belə deyim, baş verən bütün hadisələri də birbaşa öz təcrübələrinə əsasən izah edirlər. Yəni baxın, burada əsas məsələ ona bax, sadə bir formada sizə bunu belə deyim ki, biz burada nəyə diqqət yetiririk? Məsələn, bir nümunə gətirim. Uşaq gəlir, belə deyim, dayanır, deyək ki, televizorun qabağında, üzr istəyirəm, televizorun qabağında gəlib çox yaxından baxır. Onun arxasında əyləşən böyükləri isə görmür də o televizorda nəyi yayımlayırlar indi. Və biz uşağa deyirik ki, çəkil televizorun qabağından, qoy mən də baxım. Amma uşaq israr edir ki, yəni o eşitmir, o başa düşmür ki, biz ona niyə deyirik ki, o televizorun qabağından çəkil və inadla orada belə dayanmağa bir müddət davam edir. Bax, bunun səbəbi bilirsiniz nədir? Bunun səbəbi egosentrik düşüncə tərzidir. Bu o deməkdir ki, uşaq elə bilir ki, həmin dönəmdə, bu ikinci mərhələdə,
Əgər o özü televizorda yayımlanan o proqramı, cizgi filmini, hər nədirsə, onu özü görürsə, deməli ondan arxada əyləşənlər də çox yaxşı görürlər. Yəni yalnız öz baxış bucağından qiymətləndirir də. O düşünmür ki, mən burada bütün televizorun qabağını tutmuşam, arxamda əyləşənlər bunu görmür. O elə bilir ki, özü görür, deməli hamı da görür. Bax, egosentrizm bu deməkdir. Deməli, uşaq bunu artıq necə dəyişir? Zamanla artıq yeni təcrübələr belə deyim qazandıqda, özü üzərində öyrəndikdə, zamanla o həyatında yeni təcrübələr qazandıqda və bu dövrdə uşağın əsas belə deyim, həm belə deyim sensomotor dövrdə, birinci dövrdə, 2-0-2 yaş dövründə, hissə hərəki mərhələdə, həm də ilkin əməli mərhələnin birinci dövründə, yəni 3 yaşa qədər olan dövrdə, bu gedir məktəbə qədər təhsildə 1-3 yaş dövrü, yəni erkən inkişaf dövrü. Burada uşaq, belə deyim, əsas fəaliyyəti əşyavi manipulyattiv fəaliyyətdir. Əşyavi manipulyattiv fəaliyyət də odur ki, yəni əşyanı əlinə götürür, baxır, qoxluyur, nə bilim, üst-üstə qoyub legolardan nələrsə hazırlayır. Bu əşyalarla manipulyasiya edir. Yəni idarə edir. Və bir də burada belə deyim də, belə bir məsələ var ki, əsas məsələlərdən biri də ondan ibarətdir ki, biz çalışmalıyıq ki, egosentrizmdə uşaqları belə deyim, onların belə bir düşüncə tərzinə sahib olduğunu bilib qəbullanmalıyıq müəllim olaraq və öz işimizi fərdi yanaşma ilə belə qurmalıyıq. Yəni anlamalıyıq ki, birbaşa olaraq, baxın elə bu illüstrasiyada da onu izah eləmişəm müəllimlər, uşaqlar dünyanı yalnız öz baxış bucaqlarından görürlər. Uşaq öz mövqeyindən kənara çıxa bilmir, elə bilir ki, yalnız onun mövqeyi düzdür. Baxın, bu yaşdakı uşaqlar arasında tez-tez bir oyuncaq üstündə dava düşür, paylaşmaq istəmirlər bir-biri ilə. Müəllimlərin ən çətinlik çəkdiyi məsələlərdən biri deyək ki də, dava düşür, paylaşmaq istəmirlər. Deyir ki, mənimdir, yəni mən paylaşmaq istəmirəm. Çünki egosentrik düşüncəyə malikdir uşaq. Yəni başqalarının hisslərini, digər yoldaşım, qrup yoldaşım ağlayır, bu oyuncağı istəyir, ona verim, ağlaması keçsin, belə düşünmür uşaqlar. Yəni, başqalarının hisslərini və fikirlərini anlaya bilmirlər. Öz mövqeyindən kənara çıxa bilmir və hər şeyi də özü ilə əlaqələndirir. Deməli, uşaq məsələn düşünür ki, əgər hava qaralıbsa, deməli, hamı yatmağa gedir. Yəni, düşünmür ki, kimsə səhərə kimi də oyaq qala bilər. Və yaxud əgər özü qorxubsa, elə bilir ki, digərləri də qorxub. Hər şeyi yəni özünlə belə deyim də əlaqələndirir. Deyir ki, əgər mən bu dondurma istəyirəmsə, deməli dostum da istəyir. Məsələn, özü yediyi bir şeydən uşaq gətirib böyüklərə də məcburən yedirir bu yaşda ki, sən də ye, sən də istəyirsən. Bax, o egosentrik düşüncə ilə bağlıdır. Yəni, ancaq öz istədiyini düşünür və belə deyim də, görmədiyi şeylərin yoxa çıxdığını düşünür ilkin dövrdə. Və elə bilir ki, məsələn, tutalım ki, o görmürsə, deməli, burada heç nə yoxdur. Yəni, özündən hər şeyi dəyərləndirir. Yəni, öz baxış bucağından bunu anlayır. Deməli, ikinci bizim mərhələmizin bir xüsusiyyəti də rollu oyunları idi, müəllimlər. Dedik ki, egosentrizmlə əlavə rollu oyunlar bu dönəmdə xüsusi əhəmiyyət daşıyır. Çünki uşaqlar bu dövrdə, baxın, biz əsasən onlara nə veririk sujetli rollu oyunlarda? Ana rolunu oynamaq, həkim rolunu oynamaq. Niyə görə sizcə bu rollu oyunları tətbiq edirik metodik işdə? Çünki uşaqda biz çalışırıq ki, özünü başqalarının yerinə qoya bilsin. Başqalarının hisslərini qavransın. Yəni, o egosentrik düşüncədən bizim də yardımımızla çıxsın. Deməli, iki əsas xüsusiyyətimiz oldu bu dönəmdə. Dilin sürətlə inkişaf etdirilməsi və egosentrik düşüncə. Və bu yaşda uşaqlar əlbəttə ki, egosentrik düşüncədə olduqlarından səbəb-nəticə əlaqəsində səhv qura bilərlər. Daha sonra, məsələn, onlara elə gəlir ki, əgər kimsə hündürdürsə, deməli, onun yaşı çoxdur. Hansı əşya ağırdısa, o böyükdür. Məsələn, belə deyim, böyük bir əşya ola bilər, amma çəkisi yüngül ola bilər. İki əşyanı qoyun uşağın qarşısına. Biri, belə deyim, böyük bir top, biri isə daha bərk bir materialdan hazırlanmış kiçik top. O bərk materialdan hazırlanan top əlbəttə ki, dəmirdən hazırlanan nəsə bir kürəcik, əlbəttə ki, ağır olacaq. Hansısa rezindən hazırlanan böyük bir basketbol topundan da, düzdürmü? İçərisi hava ilə doldurulub. Amma uşaq bu dövrdə elə bilir ki, o böyükdürsə, o içi hava ilə doldurulan o rezin top böyükdürsə, deməli o ağırdır.
Onun heç ağlına da gəlmir ki, kənardan baxanda o digər kiçik topun materialı dəmirdəndir və yaxud nəsə başqa bir materialdandır. Bu daha ağır ola bilər. Və uşaq bu dönəmdə dünyanı artıq oyunlarla tanıyır. Birinci o hissi hərəki mərhələdə uşaq hissi qavrayışla anlayırdısa, toxunaraq anlayırdısa, artıq ikinci mərhələdə 2-7 yaş dövründə dünyanı daha çox belə deyim, oyunlarla qavrayır. Və müəllimlər, bir məsələni də artıq yadda saxlayaq ki, baxın, bura gəlib çatanda xüsusi qeyd eləmək istəyirəm ki, düşünə bilərsiniz ki, baxın, sonraki mərhələlər axı 7-11 yaş dövrüdür və ən sonuncu mərhələmiz də formal əməli mərhələdə 11 yaşdan, 12 yaşdan yuxarı gedir və bu, belə deyim də, aid olacaq artıq məktəbə qədər təhsilə aid olmayacaq. Daha çox aid olacaq ümumi təhsilin məsələlərinə. Lakin bu düşə də bilər bizə. Gəlin buna belə bir yanaşmayaq. Bəzən müəllimlərdə belə bir yanaşma olur. Siz əsasən nəyi diqqətdə saxlamalısınız burada? Biz onu diqqətdə saxlamalıyıq ki, müəllimlər. Baxın, axı məktəbə qədər təhsil dövrü, məktəbə qədər təhsilin bir əsas məqsədini gəlin bərabərcə bir yadımıza salaq. Uşağı həyata hazırlamaqdır. Həmçinin plus üstünə gəl, uşağı məktəb həyatına hazırlamaqdır. Niyə? Çünki bizim məktəbə qədər təhsil kurikulumumuz, böyük hərflərlə yazıram, varislik prinsipi üzərində qurulub. Yəni, sadədən mürəkkəbə doğru, asandan çətinə doğru. Həm bizim kurikulumumuz, proqramı bunun üzərində gedir. Yəni, varislik əsasında. Varislik əsasında getməsi o deməkdir ki, biz birinci sadəni bilməliyik ki, sonra üzərinə yeni mürəkkəb bacarıqları qoyaq. İndi, əgər varislik prinsipi mühüm prinsiplərdən biridirsə məktəbə qədər təhsildə, buradan hansı bir nəticəni çıxardırıq? Üstünə də gəlirik, məktəbə qədər təhsilin əsas, belə deyim, məqsədini. Nə idi? Uşağı məktəb həyatına hazırlamaq. Uşağı məktəb həyatına və təhsilin növbəti pilləsinə hazırlamaq. Təhsilin növbəti də pilləsi də hansı idi? Məktəbə qədər təhsildən sonra ibtidai təhsil. Deməli, biz axı onunla bağlantıda işləməliyik. Deməli, 7-11 yaşın xüsusiyyətlərini də bilməliyik, 11 yaşdan sonrakında xüsusiyyətlərini bilməliyik və oradakı o sadədən mürəkkəbə doğru bağlantını anlamalıyıq. Buradan da ən sadə, ən belə deyim, məqamları sizə deyəcəm, imtahan yönümlü. Bax, bunu da qeyd edin. Deməli, konkret əməli mərhələ deyirik müəllimlər. 7-11 yaş. Əsas xüsusiyyəti yadda saxlayın odur ki, uşaqda bu dönəmdə artıq məntiqi düşüncə yaranır. Yəni, məntiqi düşüncə, abstrakt düşüncənin belə deyim, təməli qoyulur. Uşaq artıq çox dəqiq şəkildə müqayisə edir, fərqləndirir, səbəb nəticəni düzgün qurur. Baxın, zehni hesablama, belə deyim, gedir burada, qruplaşdırma, təsnifat. Əvvəl, məsələn, baxın, digər mərhələlərdə uşaqlar, məsələn, tutalım ki, məntiqi düşüncə zəif olduğuna görə, indi gələn dərsimizdə Piaget'in o çətin terminlər, daha çətin, belə deyim də, çətin görünən terminlərini keçəndə, mən istəyirəm bunu elə keçək ki, sonra yaddan çıxmasında belə hamısını ümumiləşdirib bir dərsin içərisinə salanda material o qədər genişdir ki, Piaget materialı. Oxuyursan, sonra gedirsən testdə tətbiq eləyə bilmirsən. Niyə? Çünki terminin tam mahiyyətini başa düşə bilmirsən. Və mən bir dərsi istəmirəm sizi belə tam çox yüklüyüm ki, sonra hər şey də yadınızdan çıxsın, getsin. Aram-aram, yavaş-yavaş işimizi görək. Baxın, o terminləri keçəndə çox daha gələn dərsimizdə tam dəqiqliyi ilə izah eləyəcəm, amma indiki mərhələ üçün sizə bir onu deyim ki, uşaq bu konkret əməli mərhələyə qədər elə bilirdi ki, bütün itlər eynidir. Amma halbuki itin özünün cinsləri var da, düzdür? Balaca bir uşaq deyir ki, bütün quşlar eyni quşdur. Qartal da eynidir, sığırçın da, sərçə də. Amma elə deyil axı. Düzdür, hamısı quşlara aiddir. Amma onların hər birinin axı fərqli xüsusiyyətləri var. Bunun üçün də nə lazımdır? Biz gərək məntiqi düşünüb səbəb-nəticə əlaqəsini quraq və konkret nümunələr üzərində, belə deyim, mühakimə aparaq. Baxın, özü mərhələ nə adlanır? Konkret əməli mərhələ. Yəni, konkret nümunələr üzərində düzgün mühakimə aparır. Artıq bu dönəmdə uşaqlar əşyalar arasındakı fərqləri ayırd edirlər,
zehni şəkildə, şifahi şəkildə hesablamalar edə bilirlər və bir anlayışın müxtəlif formalarını tanıyırlar. Bir anlayışın müxtəlif formaları da odur ki, pişiklər, belə deyim, fəsiləsi var. Bir var evcil pişik, ev heyvanı olan pişik. Bir də var ki, axı pişiklər fəsiləsinə həm aiddir bəbirlər, həm aiddir, belə deyim, pələnglər. Onlar da bir pişik növüdür. Amma bunu artıq uşaq anlayır. Baxın, bu 7-11 yaş olan konkret əməli mərhələdə biz bilirik ki, artıq uşaq bunu tam qavrayıb. Və varislik prinsipi üzərində qurulur. Ona görə ki, sadədən mürəkkəbə doğru gedir də. Birinci növbədə uşaq pişiyi tanıyır. Sonra bilir ki, bu pişiyin özünün də növləri var. Artıq başlayır yavaş-yavaş üstünə o yeni bilikləri qoymağa. Sadədən mürəkkəbə doğru. Və bu dövrdə uşaqlar, baxın, bir açar sözündə deyirəm müəllimlər, hələ tam abstrakt düşünə bilmirlər. Abstrakt düşüncə hələ tam formalaşmış olmur. Müəyyən bir başlanğıcı olur, amma tam abstrakt düşünmə artıq 12 yaşdan yuxarı başlayır. Bu da gəlir düşür hansı mərhələyə bilirsiniz? Bizim 4-cü mərhələmizə, yəni formal əməli mərhələyə. İndi baxaq, formal əməli mərhələ ilə bağlı siz nəyi yadda saxlamalısınız? Əsas xüsusiyyət, abstrakt düşüncə, yəni hipotetik düşüncə. Uşaq bu dövrdə, məsələn, artıq bilirsiniz necə suallar verir? Deyir ki, əgər belə olsa nə baş verərdi? Artıq mülahizələr irəli sürməyə başlayır. Belə olmasaydı necə olardı? Uşaq artıq plan qurmağa başlayır. Başına gələ biləcək nəticələri əvvəlcədən düşünməyə başlayır. Baxın, bunlar hər biri formal əməli mərhələnin xüsusiyyətləridir. Plan qurmaq, baxın, ehtimallar irəli sürmək, bir açar sözü də ehtimallar irəli sürmək. Onun maraqları yaranır, sosial marağı, əxlaqi marağı. Uşaq başlayır fəlsəfi suallar verməyə. Hansı mərhələdə? Formal əməli mərhələdə. Deməli, abstrakt düşüncə nə vaxt baş verir? Formal əməli mərhələdə. Bir də müəllimlər, yada salaq bir də nəyi? Onu yada salaq ki, hissi hərəki mərhələmiz 0-2 yaşı əhatə eləyirdi. Hiss hərəkət burada önəmlidir. Sonra gəlir bizim ilkin əməli mərhələmiz. Bu da 2-7 yaşı əhatə eləyir. Onun terminləri egosentrizm, səs bulaşması, əşya davamlılığı, ayrılıq təşvişidir. Sonra gəlir konkret əməli mərhələ 7-11 yaş. Burada artıq, belə deyim, konkret nümunələr əsasında uşaq təhlil aparır, onun məntiqi təfəkkürü formalaşır. Ən sonda da formal əməli mərhələ 11 yaşdan sonra, 12 yaşdan sonra əsas termini də, belə deyim, praktiki düşüncə. Bəs, Piaget'in nəzəriyyəsinin məktəbə qədər təhsildəki əsas yeri nədir deyə belə bir ümumiləşdirsək, bu sual sizin qarşınıza müsahibə mərhələsində də çıxa bilər. Deməli, Piaget'ə görə müəllimlər yadda saxlayın ki, təlim uşağın yaşına və inkişaf səviyyəsinə uyğun olmalıdır. Yəni, o zehni inkişaf mərhələsindən hələ keçməlidir ki, biz təhsilimizi ona uyğunlaşdıraq. Yəni, müəllim burada sadəcə danışan yox, bir yol göstərən olmalıdır. Uşaqlar mərkəzdə olmalıdır, müəllim mərkəzdə olmamalıdır. Uşaqlar özləri kəşf etməlidirlər. Və təhsildə, tədrisdə tətbiqi də ondan ibarətdir ki, burada mütləq praktiki fəaliyyət olun. Baxın, praktiki fəaliyyət harada varsa, Piaget oradadır. Tətbiqi fəaliyyət harada varsa, Piaget oradadır. Rollu oyunlar, əyani vəsaitlərin olması, problem həllinə yönəlik bacarıq, problem həll etmə bacarığı. Yəni, məqsədimiz burada uşağa nəyisə əzbərlətmək deyil, düşünməyi öyrətməkdir. Yəni, uşaq Piaget'ə görə öyrənmir. Uşaq nəyisə kəşf edir. Və belə deyim, praktik fəaliyyət, oyunlar, əyani vəsaitlər, problem həllinə yönəlik, düşünməyə yönəlik suallar uşaqlara burada verilməlidir. Deməli, bir də imtahan yönümlü sizə bir neçə istiqamətdə verim, ümumiləşdirərək bir nəticə çıxardaq bugünkü dərsimizdən. Çünki geniş, detallı çalışdım, izah eləməyə çalışdım ki, heç nə qalmasın belə kölgədə. Deməli, nə dedik? Piaget'ə görə uşaq aktiv öyrənəndir, zehni inkişaf mərhələlərindən gedir, bu mərhələlər ardıcıl gəlir, maraq uşağın əsas öyrənmə motivasiyasıdır, müəllim rəhbərlik edir, uşaq kəşf edir, sınayaraq, səhvlərindən nəticə çıxardaraq, belə deyim, nəticə çıxardır və oyundakı əsas öyrənmə vasitələrindən biridir. Oyun və tətbiqi fəaliyyətimiz.
Bugünlük izahımız bu qədər müəllimlər. İndi isə istəyirəm ki, sizlə bərabər keçək bizim belə deyim testlərimizə. Testlərimizi işləyək sizlə baxaq görək ki, nələr var mövzu ilə bağlı daha da belə deyim işimizi biraz da möhkəmləndirək. İndi burada başlayaq, belə deyim, ikinci sualdan gəlin başlayaq. Birinci sual biraz vaxt aparandır, onu evdə edərsiniz. Qoy bütün müəllimlərə vaxt qalsın ki. Birinci başlayaq. Burada Lalə müəllimə, buradasınız. Axşamınız xeyir olsun. Mənim buradayım. Axşamınız xeyir müəllimə. Lalə müəllimə, siz mənə ikinci sualı oxuyub cavabını deyin görüm. Hansıdır? Baxsada 1 yaşlı uşaq əlindən düşən oyuncağı axtarmır, dərhal başqa obyektə yönəlir. Bu davranışda Piaget'in hansı anlayışı ilə formalaşmış sayılır? Müəllim, bu əşya davamlığıdır. Gözəl. İndi müəllimə, siz mənə deyin görüm ki, əşya davamlılığı nədir? Öz sözlərinizlə. Əşya davamlılığı müəllim, uşaq düşdüyünü, əlindən düşən oyuncağı axtarıb tapır da, əşya davamlığıdır. Hansı dövrə qədər? Aylarını da deyin də müəllimə, hansı aya Hə, qədər? o 0-2 yaşdır mənim. İkisi hərəki mərhələyə aiddir. Hə, Əşya ikisi davamlılığı hərəki uşaqda formalaşır 9 ayından etibarən, düzdür? Bəli. Aha. İndi üçüncü suala da baxaq müəllimə. Bağçada müəllim bitkilərin böyüməsini izah etmək üçün yalnız şəkilli kitabdan istifadə edir. Piaget yanaşmasına görə bu daha effekt yolu hansıdır? Yəni, birazcık yuxarı qaldır mənim. Mövzuyu əzbərləmək, video nümayiş etdirmək, mövzunu daha qısa izah etmək, müəllimi şifahi izahını artırmaq, bağçanın həyətində bitkilər əkmək. Belə kitablardan istifadə edir. Müəllim deyir ki, Piaget'ə görə belə dediniz ki, yəni uşaq özü kəşf etməlidir. Burada da yəni uşaq özü kəşf etməlidir. Yəni burada məntiqlə görsək, bağçanın həyətində bitki əkmək olar. Piaget'ə görə uşaq özü. Necə tapdınız müəllimə? Məntiqi əlaqə qurdunuz da, dediniz ki, Məntiqi, praktika. Yəni ki, uşaq özü kəşf etməlidir. Uşaq özü kəşf etməlidir və onun öyrənməsi yalnız o zaman baş verir ki, əgər özü gedib nə edirsə, praktikadan keçirdib tətbiq eləyirsə. Bəli. Və müəlliməm, gəlin 4-ə də baxaq. Aşağıdakı fikirlərlə bağlı verilənlərin hansı doğrudur? Bütün uşaqlar düşünmə qabiliyyətinin inkişafı zamanı eyni mərhələdən keçir. Uşaqlar əvvəlcə zehni inkişaf formalaşır, sonra öyrənmə baş verir. Qarnerin çoxlu inkişaf nəzəriyyəsi, qadın xüsusiyyətləri, açıq düşüncə tərzi, əsas xarakteri xüsusiyyətləri, irəli sürdüyü nəzəriyyə xüsusiyyətləri, yaxın inkişaf zonasına xarakteri. Mənim Piaget'ə görə uşağın deməli, əvvəlcə uşaqlarda özü tapmalıdır da, zehni inkişaf edir. Məncə burada D variantıdır. Jean Piaget'in irəli sürdüyü nəzəriyyənin xüsusiyyətlərindən. Oldu müəllimə, tamamilə doğrudur. Bir dənə də şifahi qoy sizə sual verim ki, siz mənə izah eləyin öz sözlərinizlə ki, belə deyim, niyə görə Piaget'də belə idi ki, zehni inkişaf öyrənmədən əvvəl gəlir? Bunu necə izah eləyərsiniz? Zehni onun dediyinə görə, yəni uşaq əvvəlcə özü kəşf eləyib öyrənməlidir da. Bu birinci zehni inkişaf gəlir ki, uşaq özü kəşf eləsin. Burada müəllim də bələdçi rolu oynayır. Yəni uşağın bir də onu əlavə eləyək ki, müəllimə. Yəni uşağın yaşı gəlib o yerə çatmalıdır ki, nəyisə dərk eləyə bilsin. Bax, məsələ budur. Deyir ki, yəni fəlsəfə ən axırda dedi ya, formal əməli bizim mərhələmizdə. Fəlsəfi suallar verə bilmək üçün deyir, 12 yaşı keçməlidir, yoxsa verə bilməz. Piaget'ə görə. Bu da bunun əslində çatışmayan cəhətidir. Baxın, bir haşiyəyə çıxıb sizə onu deyim ki, elə uşaq ola da bilər ki, məsələn 9 yaşında çox dərin bir düşüncələri ola bilər. Bəli, biz bunu görə bilirik nümunələrini dünyada. Yəni bunu konkret olaraq hamıya belə şamil eləmək olmaz. Bir də bir şey sizə deyim ki, hər bir nəzəriyyənin, istər Piaget olsun, istər Vygotsky olsun, indi keçdikcə baxacağıq. Hər bir nəzəriyyənin özünün çatışmazlığı da olur. Yəni heç nə mükəmməl deyil, yaxşımı?
Bunu Bəli. əsaslandıranda da hər zaman belə əsaslandırın. İndi burada ə, Ləman müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir müəllimə. İndi Necəsiz mən o müəllimə? toxunduğunuz çox sağ olun, siz də yaxşı olun. Mənim məsələn qrupumda o 5-6 yaşda da uşaqlar Aha. məktəbə hazırlayıram. Məsələn orada artıq uşaqlarda əməli mərhələlərdə olan şeyləri görürəm mən öz uşaqlarımda ki, Ay, məntiqi qabaqdadılar. var, bəli. Məsələn özünü başqasının yerinə qoymaq hissləri var onlarda. Aha. Bilmirəm mən yaxşı işləmişəm onlarla, Ola yoxsa bilər müəllimə, ola bilər. Niyə 3 olmasın yaş, ki? 3-4 yaşda məndə olublar, 4-5 yaş və 5-6 yaşda da mənim qrupumda olublar. Aha. Yəni 3 ildir mən onları müşahidə eləyirəm də. İndi mən görürəm ki, məsələn o mərhələyə artıq onlar əməli mərhələ səviyyəsinə gəlib onların zehni Onların inkişafları. əməli mərhələlərinin xüsusiyyətlərini daşıyırlar Bəli, yəni özlərindən, hə. bəli, bəli. Aydındır. İndi müəllimə 5-ci suala sizlə davam eləyək. Buyurun. Oxuyun. Uşaqlar Hı -hı. etik suallar üzərində Hı -hı. mübahisə etməyə başlayırlar. Piaget'ə görə bu hansı mən səhifəni çevirə-çevirə oxuyuram. Bu hansı mərhələyə aiddir? Aha, etik mübahisə edirlərsə, bu ilkin əməli mərhələyə aiddir də. Müəllimə, tələsməyin. İndi mən sizə burada saxlayaq. Belə bir başqa bir sual verim. Etik sual deyəndə biz nəyi başa düşürük? Etik sual yəni hər hansı tutaq ki bir Məsələn, söz deyək ki, məsələn, oğurluq baş verib. Bir Aha, sual veririk ki, oğurluq düzgün şeydir, yoxsa düzgün olmayan bir şeydir? aha. Bu ilkin əməli mərhələ. Baxın müəllimə. Etik sual, fəlsəfi sual, həyata dair ağır suallar. Hə. Etik sual odur. Oranı yəqin ötürmüşəm Hə, nəsə. ən sonuncu mərhələmizdir də müəllimə, formal Konflikt əməli. əməli mərhələdir müəllim. Ən üzədə burada çox inkişaf edir. Bəli, baxın etik sual, həyata dair fəlsəfi suallar, həyata dair belə ağır suallar. Bunlar hamısı gedir 12 yaşdan sonra. Yaxşı? Sonra gedək bir Ay üstün. müəllimə, mən indi onda mən bu uşaqlar bütün öz qrupumu unudum. Mən başlayım bu kitabı oxumağa. Ancaq özünüzkilərlə belə deyim, məhdudlaşdırmayın. Hə, Ancaq özünüzkilərə bəli. şamil eləməyin. Piaget'e sual deyir ki, Piaget'e görə. Yəni Piaget'in Aydın, fikrincə. aydın. Bizə Hə, Piaget'in yox, bir anlıq mənə bir dəqiqəlik sən gəldi dərsdən yayındım. Ola bilsin sorun o deyil anda müəllimə, olub. sorun deyil. Aktiv iştirakınız üçün təşəkkür eləyirəm. Çox yaxşı gedirsiniz. İndi baxaq 6-cı Hı. suala. Cədvələ əsasən uyğunsuzluğu müəyyənləşdirin. Deməli, doğru yanlış var burada. Jean Piaget'ə görə zehni inkişafın hissi-hərəki mərhələsində oyun fəaliyyətləri zamanı real əşyalardan istifadə etmək lazımdır. İkinci, hissi-hərəki mərhələdə uşaqlar birlikdə yun, məxmər və sair kimi müxtəlif materiallara toxunur, öyrənir. Yəni məqsəd uyğundur. Yanlış, hissi-hərəki mərhələsində oyunlar zamanı müxtəlif rəngli toplardan istifadə uşaqlar üçün daha maraqlı olar. Zehni inkişafın hissi-hərəki mərhələsində uşaqlar məntiqi mühakimə yürüdə bilər. Məncə burada doğrudur. Jean Piaget'ə görə. Doğrunu seçəcəyik, yanlışdan da yanlışı. Hə. Birinci Mənim yanlışı seçək uyğunsuzluğu müəllimə. deyir. Aha. Uyğunsuzluğu deyir müəllim. Uyğunsuzluqdur. Aha, uyğunsuzluqdur. Hə. Aha, uyğunsuzluq. Buyurun, buyurun. Davam Doğrudan yanlışı, yanlışdan. Aha. Hə, doğrudan yanlışı tapırıq, yanlışdan doğru. Uyğunsuz düzdür müəllimə, düzdür. Uyğunsuzluqdur həqiqətən. Məncə bu doğruda birinci yanlışdır. Aha. Real əşyalardan istifadə etmək. Və yanlışda da dördüncü yanlışdır. Aha. Hissi-hərəki mərhələsində uşaq məntiqi Dördüncüdə mühakimə. doğruyu tapacaqsın. Dördüncüdə doğruyu tapacaqsın. Yəni o tərəf yanlışda doğruyu Aha, tapacaqsın. uyğunsuzluqdur. Mənim birinci ağlım ora getmişdi. Amma uyğunsuzluqdur. Onda burada Üçdür. 3'dür, hə, 3'dür. Hansı variant oldu? Y variantı. Birinci və üçüncü Y variantı. Təşəkkür edirəm Ləman müəllimə aktiv iştirakı üçün. Çox Buyurun. sağ olun. Vəfa müəllimə, burdasınız.
Sualı da adamı çaşdırır. Ya sualın quruluşu da elə ola bilər də müəllimə. Mənim də diqqətimdən bir anlıq yayıldı ki, uyğunsuzluq yazmışam Həqiqətən burada. orada diqqətli. Əsas şərt oxumaq lazım. Aha. Vəfa müəllimə, Dərya müəllimə. Aha, Vəfa müəllimə daha doğrusu. Vəfa müəllimə eşitmir bizi. Onda gəlin belə eləyək. Ləman müəllimə, bir sual da sizlə oxuyaq, ondan sonra yekunlaşdırarıq. Bir-iki test də işləyək elə sizlə. Baxın, 7-ci sualda qalmışdıq da, düzdürmü? Bəli. Davam edin müəllimə. Üzr istəyirəm. 6 yaşlı uşaq artıq itin müxtəlif cinslərinə aid edə bilir. Bu hansı mərhələyə aiddir? Bir dəqiqə. İtin cinsini müəyyən eləyə bilirsə, bu İlkin əməli ola bilərmi? məncə Yox. xeyr. Aha. Yox. İrsi hərəki ola bilərmi? Xeyr, formal əməli. Aha, ay sağ ol müəllimə. Formal Hə, əməl. Ümumiyyətlə refleksiv mərhələ deyən bir mərhələmiz də ki, nədir? yoxdur. Yoxdur. Yox. Aha. Hı -hı. Növbəti gəlin, bu gəlin bircə baxaq bir dənə bir də tezdən. Aha. 8-ci. Burada oyunda da. Aha. Bax bu 11-ə də baxaq. 4 yaşlı uşaqlar oyunda daim özlərini mərkəzdə görürlər. Bu hansı xüsusiyyətdir? Təbii ki də egosentrik düşüncə. Əla, mükəmməl. İndi müəllimə öz sözlərinizlə mənə egosentrik düşüncəni izah eləyin. Bu nə olan bir şeydir? Yəni uşaq bax özünü başqasının yerinə qoymamaqdır, sonra başqası nə hiss eləyir, ona xoşdurmu, deyilmi, o yemək istəyirmi, istəmirmi? Yəni o çatmır da. Yəni onu hələ o düşündürmür ki, bu bunu istəyirmi, bu mənlə bərabər xoşlayırmı? Ancaq elə bilir ki, özü bəyənirsə, biz bunu hamı, hər kəs bəyənir. Yəni ona xoşdursa, hamıya xoşdur və yaxud da ona yaxşı deyilsə, hamı üçün o pis ola bilər. Sən sevmirsənsə, yəni mən sevmirəmsə, sən də sevmirsən. Belə düşün. Buna görə uşaqları qınamaq olarmı? Xeyr, çünki onlarda bu egosentrik düşüncə, yəni Tələb eləyir. bəli, ilkin əməli mərhələ dövrüdür deyə. Ona görə bu ancaq bu cür alınır da uşaqlar, yəni Təşəkkür edirəm müəllimə. Hər birinizə aktiv iştirak üçün təşəkkür edirəm. Bugünkü Sağ olun. dərsimizi yekunlaşdırırıq. Mən sizə video qeydi də göndərəcəm, testləri də, sadə PDF-i də. Bir də burada baxın müəllimlər, bunu nümayiş elətdirməyi mən unutdum. Belə bir bu Time vəsaiti var. Bu daha çox ümumi təhsildə belə deyim çalışan müəllimlər üçündür. Kurikulum kitabından. Amma elə eyni şeydir. Yəni Piaget-dir də. Mən sadəcə fokuslandım ki, məktəbə qədərlə işləyək. Atacaqsınız bizə bundan əvvəl bu kitab yox. Hə, İndi öz bundan PDF-im, elə əsas öz PDF-imdir də müəllimə. Bax bunu göndərəcəyəm sizə ən sadəsini. Belə vərəq baxa bilərsiniz ki, burada 9 səhifə görsənə bilər böyük. Amma bu şəkillərə görə belədir. Yəni əslində baxanda bir 3 səhifə orada yazı var konkret olaraq. İndi gələn dərsimizdə də o Piaget'in müəllimlərin belə deyim, ən belə kabusuna çevrilən o terminləri var. Akkomodasiyadır, ekvilibriumdur. Onların hər birini ən sadə formada izah eləyəcəm. Təşəkkür edirəm. Çox xoş oldu mənə bu dərsimiz. Sağ olun. İnanın ki, mən bir şey çatdırım nəzərinizə. Bugünə qədər deyirdim ki, mən oxumayacağam, mən kəsilərəm, nə olar. İnanın sizin birinci o video nümayişiniz vardı TikTok'dan mənə göndərmişlər. Mən onu görəndən sonra dedim ki, mən oxuyacağam. 60 bal toplayacağam. İnşallah müəllimə, niyə olmasın? Hər biriniz onu arzulayıram. Hər biriniz potensiallı müəllimələrsiniz. Niyə olmasın? Çox gözəl izah eləyirsiniz. Yəni o mənim öz istəyimə görə deyil. Sadəcə sizin bunu bizə çatdıra bilmə bacarığınızı, yəni mən çox bəyəndim. İnşallah sizə də işinizdə uğurlar arzulayıram.